Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi haqda xəbər yayılır. Xəbərə görə ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış. Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən vaxt həkimlər bu haqda polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar. Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib. Zərər çəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb. Məhkəmənin hökmü ilə Şəhriyar Çərtidir barəsində şərti cəza təyin olunub. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Rəsmi açıqlamada qeyd edilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü valideynləri polis şöbəsinə dəvət edilərək onlarla profilaktiki söhbət aparılıb. Qız öz valideynlərinin himayəsinə təhvil verilib. Hadisə mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Modern hadisə ilə bağlı Ağcabədi rayonun deputatı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rızayevin fikirlərini öyrənib. Millət vəkili əlavə edib ki, ona hadisə ilə bağlı birbaşa müraciət edilməyib. Bu haqda müvafiq qurumlar aidiyyatı üzrə işlər görəcək. Hadisə araşdırılacaq və günahkarlar kimlərsə sözsüz ki, cəzalandırılmalıdır. Bu kimi hallar qətiyyən xoşa gələn deyil və qanuna ziddir. 13 yaşlı birinin ailə həyatı qurması, ata və ananın səhlənkarlığı və dövlətə xəyanəti hesab edirəm. 13 yaşlı biri ailə sahibi ola bilməz, dünyaya gətirdiyi uşaq da normal olmaz. O qız təhsil almalı, oxumalı, dünya görüşü formalaşmalıydı. Başqa tərəfdən həmin qızla evlənən adam da xəyanətkardır. Onun şəxsi məsuliyyəti yoxdur. Mənim nəzərimdə həmin adam cinayətkardır. Yoğun ayrı olduğu, təbliğatların aparıldığı belə bir dövrdə bu cür işlər görən birini heç cür müdafiə etmək düzgün deyil. 13 yaşlı qızın özünə qayğı, diqqət lazımdır. O qızın özü elə uşaqdır. Bu cür qızla evlənmək vəhşilik insanlığa sığmayan hadisədir, deyə o bildirib. Rızayev bildirib ki, bu cür hallar tək Ağcabədidə baş verib. Digər rayonlarda da oxşar hadisələrin şahidi ola bilərik. Bu hamımızın düşünməli olduğu problemdir. Biz bunlara göz yumaraq balalarımızı oda atmış olarıq. Onların həyatı, gələcəyi var. O cəmiyyət içində olmalı, ona fayda verməlidir. Yoxsa gözü açılan kimi qız uşağına ərə vermək onun sağlamlığına ziyandan tutmuş, uzun illər əziyyət çəkəcəyinin göstəricisidir. Çünki həmin qız ana qadın olmağa, ailə idarə etməyə, uşaq tərbiyə etməyə hazır deyil. Ailənin uşaqdan imtinası, xəbərləri yoxmuş kimi davranmaq ana-atanın məsuliyyətdən qaçmaq üçün etdiyi hərəkətdir, ancaq onlar ağır məsuliyyətə cəlb olunmalı, həbs olunmalıdır. Deputat Ağcabədidə əvvəllər 16-17 yaşlı qızlar ailə həyatı qurduğunu, lakin ilk dəfədir ki, 13 yaşlı qızın başına belə hadisə gəldiyini də bildirib. Cənub zonasında bu kimi hadisələrə daha çox rast gəlinir. 13-14 yaşında uşaqların hələ şuuru formalaşmayıb. O yaşda qızlar özünü yeni tanıyır. Ancaq onu qoruyan, yönləndirən ailəsi, ətrafı məktəbidir. Ola bilər o uşaqdır, ancaq anası, məktəbi, qohumları uşaqla danışmalı, onu başa salmalıdır. Hər bir insanda bu hisslər oyana bilir. Lakin bu regionun deyil, bütün Azərbaycanı düşündürməli olduğu problemdir. Biz bir millət xalqıq. Hər birimiz balalarımızın gələcəyini düşünməliyik, sonda deputat qeyd edib.